Vacib prosesləri yan təsirlərdən qorumaq həddən artıq vacib məsələdir. Çünki bir halda ki, deyək, biz yerdə sülh quruculuğunda irəliləyiş var və onun yaxınlığında artıq dağıdıcı proseslər gedir, təbii ki, həmişə tədarükləri görmək lazımdır ki, o yan təsirlər özlərinin dağıdıcı effektini bura sirayət edəməsinlər. Biz indi əminik, bilirik ki, Azərbaycanın artıq gündəmə gətirdiyi sülh prosesi, bizim iştirakımızla formalaşdırılmış, tərtib olunmuş sülh gündəliyi uğurla həyata keçirir. Yəni biz böyük bir distansiyanı keçmişik, balaca, qısa onun bir hissəsi qalır ki, artıq Ermənistanla sülh sazişinə qol çəkək. Və yaxınlıqda İran ətrafında belə təhlükəli proseslərin getməsi də əlbəttə bizi biganə qoya bilməz. Salam hörmətli tamaşaçılar, bilirsiniz ki, faktiki olaraq indi həqiqətən də dünyada tektonik işlər baş verir və hətta 3-cü Dünya müharibəsinin də işartıları demək olar ki, meydana gəlib. Amma hər halda sülh prosesində gerilənmək olmaz. İstər bizim bölgədə, istər digər bölgələrdə hamısında əgər hədəf artıq sabitliyin, təhlükəsinin qorunmasıdırsa, bu məsələdə sona qədər getmək lazımdır. Bugün bu haqda söhbətimizi siyasi hərbi ekspert, uzun illər Azərbaycan təhlükəsizlik orqanlarında fəaliyyət göstərmiş və indi istifada olan polkovnik Elşad Həsənov olacaq. Biz müzakirə vaxtında başlayırıq. Elşad müəllim, xoş görmüşük. Sizi bir daha mən sizi salamlayıram. Sağ olun. Və həqiqətən də biz ağır bir dönəmi yaşayırıq və əlbəttə bizim üçün ən ümdə məsələ bölgəmizdə sülhün müqəddəratıdır və biz bu işə demək olar ki, hamıdan çox pay vermişik. Və sizin fikrinizcə biz indi bu yan təsirlərdən etibarlı tərzdə qoruna bilirik, yoxsa yox? Tox müəllim, çox sağ olun suala görə. Doğrudan da son dönəmlər, son 10 illər dünya qarışıb. Xüsusilə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bir cəbhələnmə başladı. Rusiyanın aqressiyasına qarşı NATO ölkələri, Amerika, ümumiyyətlə 54-dən artıq ölkə Ukraynaya dəstək göstərdilər. İndi isə yaxın şərqdə gedən müharibə, yəni ABŞ, İsrail, İran müharibəsi təbii ki, bölgəyə təsir edir. Çox doğru qeyd elədiniz ki, Azərbaycan uzun illər, 30 ilə yaxın müddətdə torpaqları işğal altında oldu, müharibə vəziyyətində oldu və biz öz gücümüzlə, öz daxili gücümüzlə, səfərbərliyimizlə aparılan düzgün siyasət nəticəsində ordunun, xalqın birliyi nəticəsində torpaqlarımızı azad elədik. Və Azərbaycanda regionda sülh yaratdıq. Təsəvvür edin ki, qalib ölkə, məğlub ölkə sülh şərtlərini irəli sürdü. Və buna da biz nail olduq. Keçən avqustun 8-də Amerikada, Vaşinqtonda Trumpın dəstəyi ilə, Trumpın iştirakı ilə Vaşinqton bəyannaməsi imzalandı və biz orada da Ermənistanla sülh müqaviləsini parafladıq. Yəni bizim də bildiyiniz kimi biz şərtimiz qalıb ki, Ermənistan anayasasından, preambulasında Azərbaycan qarşı torpaq iddiasından əl çəksin. Və bu yöndə də işlər gedir. Ermənistan da, necə deyərlər, bu sahədə iş aparır. Artıq onlar da deməli, konstitusiyasının dəyişikliyi üçün komissiya yaradıblar, müzakirələr gedir. Deməli, parlament seçkilərindən sonra bu məsələ qayıdacaqlar. Yəni, üzr istəyirəm sizdən, Elşad müəllim, yəni Prezident İlham Əliyevin təbirini edirsə, yəni Ermənistan öz ev tapşırıqlarını alıb və bilir ki, nəyi etməlidir ki, biz artıq sabit şəkildə öz məqsədimizə çataq. Bəli, Azərbaycan prezidenti bunu kəskin və qəti olaraq Ermənistan hakimiyyəti qarşısına qoyub. Və bunu da artıq Amerika prezidenti Donald Trump, Avropa liderləri hamısı da bilir ki, bəli, bu şərtlə biz sülh müqaviləsi imzalayacağıq. Yəni bu şərt olmasa biz doğrudan da imzalamaq gülüncdür. Çünki bugün Ermənistanda Paşinyan var, sabah başqası olacaq. Yəni o mənada biz bunu gözləyirik ki, inşallah hesab edirəm ki, bu da baş verəcək. Və belə bir dönəmdə, hər tərəfdən müharibə getdiyi dönəmdə Azərbaycanda sabitliyi saxlamaq çox çətin məsələdir. Bu günlərdə gördüyünüz deməli, İran tərəfdən Azərbaycan ərazisində Naxçıvana deməli, dronlarla, PUA-larla deməli, hücum olundu, yaralananlar oldu və Azərbaycan buna çox səbirlə, təmkinlə münasibət bildirdi. Bəli, düzdür, Azərbaycan prezidenti müəyyən mənada kəskin ritorikona çıxış elədi və bu da haqlı idi. Çünki Azərbaycan müstəqil bir dövlətdir. Onun ərazisinə kimlərsə
dövlət olaraq yox, oradakı olan müəyyən qüvvələr belə bir işə ellər və onun qarşısı alınmalıdır. Üzr istəyirəm, Rəşad müəllim, yəni hətta əgər hər hansı bir üçüncü qüvvə bunu edibsə, onun arxasında durursa o zərbənin, İran hökumətinin məsuliyyətini bu azaltmır. Çünki onlar öz ərazilərinə nəzarəti saxlamalıdırlar və təminat verməlidirlər. Bütün qonşular, tək Azərbaycan, bütün qonşular təminat verməlidir ki, biz tərəfdən sizə heç bir təhdid olmayacaq. Təbii Tofiq müəllim və Azərbaycan prezidentinin o çıxışından sonra İran prezidenti Pezişkyan əvvəlcə Putinlə danışdı, Rusiya prezidentinin danışdı və onun təksib elədi ki, bizdən elə bir deməli PUA-larına hücum olmayıb və sonra Azərbaycan prezidentinin danışdı və bunun da deməli araşdırılmasını istədilər. Azərbaycan bundan maraqlıdır ki, araşdırılsın görə kimdir bunu. Və eyni ilə həmin deməli qüvvələr İran ərazisindən Türkiyədə özdə ikinci dəfə deməli hücum etdilər. Bu da doğrudan da tam görünür ki, hansısa qüvvələr istəyir Azərbaycan və Türkiyədə İranla müharibə cəlb olunsun. Nə bunu İran istəyir, Türkiyə istəyir, nə Azərbaycan istəyir, nə də İran istəyir. İran üstünlənir, əlbəttə. Bəli, deməli bunu kisiyən üçüncü qüvvə hansıdır? Bugün İranla müharibə aparan qüvvələrdir. Proksi qüvvələr də ola bilər. Bəli, proksi qüvvələr də ola bilər. Yəni bu nöqteyi nəzərdən də bizim o balanslaşdırılmış siyasətimiz, bizim doğrudan da sözün həqiqi mənasında düzgün siyasətimiz bugün Azərbaycanda sabitlik təmin edir. Azərbaycan həm qonşu ölkələrlə münasibətləri həmçinin normal saxlayıb, baxmayaraq ki, mənim yadımızdadır, o torpaqların işğal olan dövrdə Ermənistan ərazisindən keçərək Azərbaycanın işğal olmuş ərazilərində bizim evləri, kətdəki evləri, şəhər rayonlardakı evləri söküb İrana daşıyırlar. Hətta o zaman deyirlər ki, bir maşın yükü aparmaq üçün ermənilər həmin binanı satır $100. Bu mətbuatda da getmişdi. Yəni maşınların nömrələri də var idi. Yəni İran tərəfi Ermənistana dəstək göstərdi, Azərbaycanın dağılmasına şərait yaratdı. Bəli, həm də bizim ərazi bütövlüyümüzü düzdür. Sözdə, dildə dəstəkləyirdilər, ancaq əməllərə gəldikdə isə başqa bir mənzərənin şahidi. Ermənistana dəstək olurlar, hərbi cəhətdən, iqtisadi cəhətdən, siyasi cəhətdən. Hətta İslam Respublikası olan İran o zaman Azərbaycan məscidlərinin dağılması göz yumdu. Yəni bu başa düşülən bir hal deyil. Belə bir şəraitdə Azərbaycan özünün maraqlarını qoruya bilir, sülhü sabitliyi təmin edir. Bu inanın ki, hazırki dövrdə, bugünkü gərgin dövrdə, çətin dövrdə çox çətin məsələdir və bunu da Azərbaycan hakimiyyəti buna nail olub. Ona görə də mən hesab edirəm ki, və buna biz kənardan baxa bilməliyik deyilik. Hər birimiz, Azərbaycan vətəndaşının hər biri bu işdə öz tövbəsini verməlidir. Bəli. Bu günlərdə yadımızdadır deməli Sepahın Sepaha işləyən bəzi Azərbaycan ünsürləri Azərbaycanda təxribat törətmək istəyirlər. Onun qarşısını bizim fədakar təhlükəsizlik orqanlarının əməkdaşları aldılar. Və bunun da alınmasında bizim yerli əhali də hər bir iştirak etmək, kömək eləməlidir. Mənim şimdi ancaq bu təhlükəsizlik orqanlarının işini deyib, yanından keçmək olmaz. Təhlükəsizlik məsələləri hər birimizin işidir. Bəli, xalqındır, dövlətindir, dövlətlə bərabər xalq da onu eləməlidir. Necə ki biz o 44 günlük müharibədə xalq öz hakimiyyəti ətrafında birləşdi, onun müharibəni bitirdi, qələbə ilə bitirdi və bu gün də çətin dövrdə xalq bir yer olmalıdır. Dövlətinlə, hakimiyyətinlə və ordusu ilə, bəli, təhlükəsizlik orqanlarından və o zaman biz ölkəmizdə sabitliyi, təhlükəsizliyi qoruya bilərik. Rəşad müəllim, biz elə sizin sözlərinizdən də mən belə qənaətə gəlirəm bir mənalı şəkildə ki, bəli, özümüzə əminik, yəni üzərimizə düşən məsuliyyəti danmadan çox vacib işlərin həyata keçməsini təmin edirik və əlbəttə ki, biz həm də qoymuruq ki, o yan təsirlər bizim sülh işimizə, ölkəmizin təhlükəsizliyinə xələl gətirsin və s. Amma Ermənistan tərəfdən necədir vəziyyət? Bax, Ermənistan necə? İndiki vəziyyətdə o da bizimlə həmahəng çalışır ki, o yan təsirlər əgər olarsa, onların qarşısı alınsın. Təbii, indiki hazırki hakimiyyət çalışır ki, yan təsirlərdən qorunsun. Bu haqda onlar müvafiq işlər aparırlar. Ancaq bildiyimiz kimi Ermənistan Azərbaycan kimi deyil. Ermənistanda müxalifət qüvvələri güclüdür, deməli. Xaricdən idarə olunan qüvvələr var, Azərbaycanla Ermənistan arasında sülhü istəməyən qüvvələr var və bu sülhü pozmaq istəyən qüvvələr var. Yadımızdadır, bütün illər boyu həmişə Rusiya həm Ermənistan, həm Azərbaycanı idarə etmək üçün konflikt münaqişələr yaradırdı və Qarabağ kartından həmişə istifadə edirdi. İndi o məsələlər həll olunub.
Azərbaycanın apardığı doğru düzgün siyasət nəticəsində və bunu da Ermənistan rəhbəri dərk elədi ki, bəli, onlar erməni xalqını indiyə qədər istismar edirlər, onları təsir altında saxlayıblar məhz Ermənistan Qarabağ kartına görə. Bu məsələlər bitib, həll olunub. Yəni Qarabağ məsələsi artıq bitib, həll olunub, bizim sülh müqaviləsi paraflamışıq. Qalır indi xarici qüvvələr. Hətta qonşu ölkənin rəhbərliyi dəfələrlə dedilər ki, biz onu belə eləmək istəyirdik, bu cür eləmək istəyirdik, ancaq Paşinyan getdi qol çəkdi ki, Qarabağ Azərbaycandır. Yəni, onlar daxilində buna da razı deyirlər. Ona görə bugün onlar Ermənistanda bildiyimiz kimi iyunun 7-sində deməli parlament seçkiləridir, nəzərdə tutulur və ona çox ciddi hazırlaşırlar. Hətta dünən Ermənistan Xarici Təhlükəsizlik İdarəsinin bəyanatını oxudum. Orada göstərilir ki, xarici ölkələrdə orada Ermənistan vətəndaşlarından söhbət aparırlar, onları təsir edirlər ki, seçkilərdə onlar hansısa deməli partiyaya, hansısa qrupa səs versinlər və bunun üçün də onlara da maddi dəstək göstərmək istəyirlər. Yəni bu hallar çoxdur. Arta da bilər. Arta da bilər. Və bu haqda Ermənistan Daxili İşlər Nazirliyi də dünən bəyanat yazdı və bildirdi ki, belə halların qarşısı qətiyyətlə alınacaq. Amma biz indi bu seçkilər yaxınlaşdıqca hesab edirəm ki, vəziyyət orada daha da gərginləşdirməyə çalışacaqlar. Digər tərəfdən həm də deməli onların kilsə bu gün Paşinyana, onun hakimiyyətinə qarşıdır. Bəli. Çünki bilirik ki, kilsə xaricdən idarə olunur və onların böyük əksəriyyəti də, kilsənin başında duranlar da xarici xüsusi xidmət orqanlarının əlaqəli adamlardır. Əlbəttə. Yəni bu nöqteyi nəzərdən Ermənistanda vəziyyət gərginləşəcək. Aydındır. Yəni bu gözləniləndir. Gözləniləndir, bəli. Elşad müəllim, bax, indi yenə də Robert Köçəryan ikinci prezidentləri onların, necə deyərlər, meydana atılıb və hətta çalışır sizin buyurduğunuz kimi aranı qızışdırsın, deyərlər, xaos yaratsın və s. və axır. Ümumiyyətlə bu keçmişlərin, qısaca zəhmət olsun, məsələ münasibətinin keçmişlərin o olsun, sonra Serj Sarkisyan olsun. Bunların bir şansı varmı ki, bu seçkilərdə ümumiyyətlə nəsə əldə etsinlər və digər tərəfdən də onlar ümumiyyətlə əgər Ermənistanda xaotik vəziyyət yaratmağa çalışacaqlarsa, bir şey alınacaqmı bunlarda? Hesab edirəm ki, yox, Tofiq müəllim. Hər ikisi, həm Köçəryan, həm Sarkisyan, onlar necə deyirlər, öz rollarını oynayıblar, onlar tarixin arxivinə kömülüblər. Çünki bu gün onların Ermənistanda dəstəyi yoxdur. Müəyyən dəstəkləri az-maz, ətrafları var idi, onlar dağılıblar. Çünki onlardan heç bir şey gözlənilmir. Hətta dünən Ter-Petrosyan bildirib ki, onların Ermənistan birinci nazir prezidentləri ki, biz Samvel Karapetyanın ətrafında birləşək və Paşinyan hakimiyyətə qalib gələk. Ancaq bu da mümkün deyil. Çünki onların hər birinin ayrı-ayrı ambisiyaları var. Ona görə birləşə bilmirlər. Ona görə də o keçmişlər hesab edirəm ki, heç nə deyə bilməyəcəklər. Ona görə də bugün Rusiyada məhz Samvel Karapetyana dəstək verirlər ki, o nəsə edə bilər. Ancaq hesab edirəm ki, bu gün əgər erməni xalqı, Ermənistanda yaşayan insanlar Paşinyanı daha çox dəstəkləyirlər. Çünki o sülh əmin-amanlıq istəyir, müharibə istəmir. Heç kim də istəmir ki, əri, balası getsin müharibədə həlak olsun. Artıq ermənilər çox qurbanlar verirlər. Ona görə də hesab edirəm ki, onlar dinc sabitlik istəyirlər və bu mənada Paşinyanın şansı daha çoxdur, nəinki Köçəryanın və Sarkisyanın. Elşad müəllim, bizim üçün əlbəttə ki, Ermənistan daxili vəziyyət, ictimai-siyasi vəziyyət ilk növbədə çox vacib əhəmiyyət kəsb eləyir, bəlli məqamdır. Son, belə deyək də, dövrünü yaşayan indiki parlament Ermənistanda, orada demək ki, müxalifət qüvvələri məhz iki blokla təmsil olunmuşdu əsasən. Bu Ermənistandır və mənim şərəfim var, yəni Köçəryan, Sarkisyan birləşməsi. İndi belə bir proqnozlar var ki, onların yerlərini iki digər partiyalar tutacaq. Qagik Çarukyanın partiyasıdır, Çiçəklənən Ermənistan və Samvel Karapetyanın yeni partiyası. Bu da elə adı bənzərdir, yəni Ermənistan namı ilə, bəli. Siz bilən bunlar onların yerini tuta biləcəklər, yoxsa yox? Mən hesab edirəm ki, qarşıdakı parlament seçkilərində yeni qüvvələr gələcəklər müxalifətə. Və Samvel Karapetyanın da deməli parlamentdə yer tutması gözləniləndir. Çünki yenə də deyirəm ki, müəyyən müxalif qüvvələr onun ətrafında birləşməyə çalışırlar. Ancaq o Köçəryanın və Sarkisyanın partiyası hesab edirəm ki, çox az səs toplayacaq
və onlar parlamentdə deməli qrup yarada bilməyəcəklər. Yəni yeni qüvvələr gəlsələr, Bəli. mən elə başa düşürəm ki, Azərbaycan-Ermənistan münasibətlərində bunlar artıq belə radikal bir mövqe tutan deyillər. Ciddi təsirə malik olmayacaq. Olmayacaqlar, Bəli, bəli. aydındır. Və nəhayət bizi ən çox maraqlandıran məsələ də bizim soydaşlarımızın Qərbi Zəngəzura qayıdışı ilə bağlı. Mən istərdim bu məsələyə də münasibət bildirəsiniz. Çünki faktiki olaraq Ermənistan bəli, indiki durumunda elə bir rıçaqlara malik deyil ki, hətta bu məsələnin müzakirəsinə başlasın. İndi parlament seçkiləri ötdükdən sonra, artıq yeni hökumət qurulduqdan sonra və çox güman ki, elə Paşinyanın partiyası burada qalib gələcək. Siz bilən vəziyyət ona yetişəcəkmi ki, artıq onlar özlərində qətiyyət tapdı. Bəli, bu məsələni gündəmə gətirirsinizsə, biz də onu müzakirə etməyə hazırıq. Tokmen, mən hesab edirəm ki, Qərbi Azərbaycanlıların öz əzəli, əbədi torpaqlarının qayıtması uzaq gələcəkdə deyil. Seçkilərdən sonra münasibətlər artıq bizim aramızda Ermənistan aramızda ticari əlaqələrimiz var. Yeni mərhələ başlayır. Yeni mərhələ başlayıb, vətəndaş cəmiyyətinin üzvləri gedirlər, gəlirlər və seçkilərdən sonra da bu daha da yaxşı olacaq. Müqavilə təsdiqlənəndən sonra deməli yollar açılacaq. Mən 5 il Qazaxda işləmişəm, Qazax rayonunda işləmişəm və Ermənistanın əsas Rusiya ilə birləşdirən yol Qazax rayonunun içindən gəlib keçirdi. Böyük magistral yol. Yəni o əlaqələr bərpa olunacaq. Yəni kommunikasiyalar açıldıqdan sonra açılacaq, bəli, açılacaq və Ermənistan da istəyəcək ki, Azərbaycanla əlaqələri düzəlsin, yaxşılaşsın. Öz xeyrinədir. Təbii ki, öz xeyrinədir. Blokadadan qurtarır və inkişaf edir. Eyni zamanda mən onu da deyim ki, bizim soydaşlarımız, orada yaşayan soydaşlarımız yaşadıkları yerlər bu gün də çox yer boşdur. O evlər boşdular. Yəni başsız qalıb da. Başsız qalıb, bəli, başsız qalıb. O qədər erməni yoxdur ki, getsin onlar. Və digər tərəfdən də yəni təsərrüfatı aparmaqda bizimkilərin məharəti aydın məsələdir ki, yüksək səviyyədə. Bu gün onu da bilirik ki, Ermənistanda gənclərin çoxu Rusiya, Fransiya, digər ölkələrə qaçıb atıb gedirlər. Bəli, Ermənistanda belə həqiqi statistika aparsalar 2 milyona yaxın adam əhali yoxdur. Yəni bu nöqteyi nəzərdən o torpaqlara qayıtmaq üçün qarşıda elə bir sədd qalmayacaq. Və Ermənistan da başa düşür ki, doğrudan da bu minilliklərlə insanlar burada yaşayıblar və bunu biz köçürmüşük. O da Rusiyanın təsiri ilə, Rusiyanın köməyi ilə ancaq o insanlar qayıdacaqlar. Düzdür, biz cənab prezident dediyi kimi tankla, topla, tüfənglə yox. Bəli. Beləcə sivil qaydada gedəcəyik, torpaqlarımızı alacağıq, İrəvanda evlər alacağıq. Yəni biz ona qayıdacağıq. Çünki və inteqrasiya başlayacaq. İnteqrasiya başlayacaq. Bəli, sivil yolla. Torpaq evlər alacağıq, yaşayacağıq. Yəni bunlar qarşıdakı illərdə inşallah olacaq. İnşallah. Sağ olsun. Elə necə deyirlər? Biz də sizin ağzından eşitdiyimiz fikirlərin tezliklə reallaşmasını arzulayırıq. Çox sağ olun Rəşad müəllim. Minnətdaram yaxşı, maraqlı yanaşmaya görə və təbii ki, bizim inanıram soydaşlarımız ki, bizi bu günləri izləyirdilər efir vasitəsilə. Onlar da sizdən faydalandılar. Çox sağ olun. Mən təşəkkür edirəm. Belə hörmətli tamaşaçılar, müzakirə vaxtımız artıq bitir və bir daha yadınıza salıram ki, bizim qonağımız Elşad Həsənov idi. Hərbi, siyasi, ekspert və təhlükəsizlik orqanlarımızın veteranı, istifadə olan polkovnik. Çox sağ olun ki, bizə nəzər yetirdiniz. Sağ olun və efirdə görüşənədək.